kiminsə həyat yoldaşını əlindən aldınız kimi, həmkarınızın, sevgilisinin, bir çox şeylər danışıldı da. Mən o efirdə baxmıram, istəmirəm. Mən sizdən eşitmək üçün bunu soruşdum. Bunların hansı həqiqət, hansı yalandı? Özüm də bilmirəm, hansı xanımımı ərinin əlindən almışam, həmkarımı sevgilisini almışam. Yəni, hər şey dedilər də. Bu siyahıları özüm də qarışdırmışam açığı. Hər şey göründüyü kimi deyil. Və mən Anar Ağaçiyevin verilişində demişdim o vaxt ki, mənim zaksım yoxdur. Amma bu o demək deyil ki, mən hansısa başqa bir xanımla zaksda olan bir bəydən evlad dünyaya getmişəm. Bəli, belə olmayıb. Belə olmayıbdır. Mənlə zaksı olmayan bəyim heç kimlə də zaksı yoxdur. Bildiniz necə? Ola bilər onun keçmişində kimlərsə olub. Yəni bu mənim günahım deyil, bu mənim səhvim deyil. Mən o insanla tanış olanda bunu bütün Azərbaycan bilir, bu sir deyil. Heç kimə də şər atmıram. Yəni hamı bilir ki, başqa bir xanım müğənni vardı həyatında. Onlar artıq ayrılmışdılar. O xanımın həyatında başqa bir bəy vardı və mən bu insanla tanış oldum. Yəni bir ailə dağılıbsa buna səbəbkar niyə mən oldum? Mən axı çox-çox sonradan gəlmişəm bu mövzulara, bu yerlərə, bu insanın həyatına. Yəni mən buna sonuncu dəfə sizdə açıqlama verdim.